Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Dəstəmaz aldığı zaman ayaqlarının yuyulması vacibdir və səhih dəlillər də bunu göstərir. Həmçinindəki ümmətin icması buna dəlalət edir ki, dəstəmaz aldığı zaman ayaqlarının yuyulması vacibdir. Və buna xilaf olan kimlərdir? Şiyələrdir. Şiyələr buna cümhura, yəni ümumiyyətlə ümmətə müxalif olublar və onlar ayaqlarını dəstəmaz aldıqları zaman yumurlar. Və onlar sabit olan hədislərə və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun sahabələrinin feilinə müxalif olublar. Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmaz almağı sahabələrə öyrətmişdi və buna müxalif olublar və həmçinin qiyasa müxalif olublar. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Həm Əhlüsünnə, həm də şiyələrin mötəbər saydığı kitablarda Allah Rəsulundan belə bir hədis rəvayət edilir. Məndən sizə gəlib çatan sözü Quranla tutuşturun. Əgər Quranla uyğun gələrsə, onu qəbul edin, əgər uyğun gəlməzsə, onu rədd edin. Şiyələrin Əl-Kafi əsərində Allah Rəsulunun belə buyurduğu nəql edilir. Ey cəmaat, məndən eşitdiyiniz hər şey Allah kitabı ilə düz gələrsə, onu mən demişəm. Məndən eşitdiyiniz hər bir şey Allahın kitabı ilə düz gəlməzsə, onu mən deməmişəm. Şiyələrin hədis elmində bu qayda mötəbər sayılır və Quranla uyğun olmayan heç bir hədis səhih hesab edilmir. Əhlüsünnədən Əs-Suyuti, İbn Əsakir və sair kimi alimlər öz əsərlərində Allah Rəsulunun belə buyurduğunu nəql edirlər. Məndən sizə çatan xəbərləri Quranla tutuşturun. Əgər Qurana uyğun gələrsə, onu mən demişəm. Əgər Qurana müxalif olarsa, mən onu deməmişəm. Bu hədis Əhlüsünnənin 14 hədis mənbəyində qeyd olunur. Bununla belə bir sıra Əhlüsünnə hədis alimləri sözügedən hədisi zəif saymışlar. Hər halda sözügedən mənada hədislər həm şiə, həm də sünni mənbələrində nəql edilmişdir. Bu rəvayətdən göründüyü kimi, Allah Rəsulundan bizə çatan hədislərin ilk meyarı, onun düzlüyünün, səhihliyinin ilk meyarı Quranla uyğun olub olmamasıdır. Məlumdur ki, istər Əhlüsünnə, istərsə də şiə fiqhində, şəriət hökmlərində heç də bütün hökmlər Quran ayəsindən irəli gəlmir. Onların böyük hissəsi sünnədən qaynaqlanır. Və məlum məsələdir ki, şəriət hökmlərinin heç də hər biri haqqında Quranda ayə yoxdur. Misal üçün, sübh namazı neçə rəkat qılınsın, zöhr namazı neçə rəkat qılınsın kimi hökmlər Quranda yoxdur və istər Əhlüsünnədə, istərsə də şiyələrdə alimlər müraciət edirlər sünnəyə və beləcə Allah Rəsulundan rəvayət edilən hədislər əsasında hökm verirlər. Amma bəzi şəriət hökmləri bilavasitə Quranda öz əksini tapıb. Yəni, bəzi şəriət hökmləri ilə bağlı Allah Taala müfəssəl şəkildə Quranda açıqlama verib. Onlardan biri də Maidə surəsinin 6-cı ayəsində dəstəmaz ayəsidir. Gəlin bu ayə ilə tanış olaq. يا أيها الذين آمنوا إذا قمتم إلى الصلاة فاغسلوا وجوهكم وأيديكم إلى المرافق وامسحوا برؤوسكم وأرجلكم إلى الكعبين. Ey iman gətirənlər! Namaza durduğunuz zaman yuyun üzünüzü və əllərinizi dirsəklərinizə qədər, məhs edin başınızı və ayaqlarınızı hər iki topuğa qədər. Maidə surəsi 6-cı ayə. Şahid olduğumuz kimi ayədə iki ilahi hökm öz əksini tapır. Onlardan biri yuyun feili ilə başlayır, digəri də məsh edin feili ilə başlayır. Yuyun üzünüzü və əllərinizi dirsəyə qədər, məsh edin başınızı və ayaqlarınızı topuqlara qədər. Çox şəffaf olan bu ayədə şahidi olduğumuz kimi nə ayağın yuyulmasından söhbət gedir,
nə boyuna məs çəkməkdən söhbət gedir, nə də qulaqlara məs çəkməkdən söhbət gedir. Ayə olduqca şəffafdır və əgər bəzi şəxslər düşünsələr ki, ərəb dilində hansısa bir qrammatik qaydalara görə burada ayaq yumağa qayıdır, bu tamamilə yanlışdır. Qrammatik baxımdan ayaqlar sözünün mənsub formasında gəlməsi elə məs etmək feilinə də qayıda bilər və heç bir lüzum yoxdur ki, onu cümlənin əvvəlində olan yumaq feilinə qaytaraq. Niyə? Çünki ərəb dili qaydalarına görə bəzi feillər özündən sonra həm hərfi cər ilə gələ bilər, həm də hərfi cər olmadan gələ bilər. Məs sözü də həmən o feillərdən. Aşağıdakı məqamlara diqqət edək. Vamsahu bi ruusikum. Ərəbcə doğru ifadədirmi? Tamamilə doğrudur. Mənası məs edin başınızı. Vamsahu erculakum ilal ka'beyn. Bu da ərəbcə doğru ifadədirmi? Yenə də tamamilə doğrudur. Mənası məs edin ayaqlarınızı iki topuğa qədər. Birinci halda, yəni vamsahu bi ruusikum ifadəsində vamsahu, yəni məs edin feili əmr formasıdır və onun məfulu, yəni təsirlik halında olan tərkibi bi ruusikum sözüdür. Yəni məs edin başınızı. Burada rəs sözünün cəmi olan rus kəlməsinin əvvəlində bi cər hərfi, yəni ön qoşma gəlmiş və söz ikinci şəxsin cəmi üçün bi ruusikum formasında işlədilmişdir. Bi ön qoşmasının işlənməsi başın tamamilə deyil, müəyyən bir hissəsinin məhz edilməsini ifadə edir. Bu səbəbdən məful burada formal olaraq mənsub, yəni təsirlik deyil, məcrur, cər halında olub, yəni ruusekum deyil, bi ruusikum. İkinci halda, yəni vamsahu erculakum ilal ka'beyn ifadəsində vamsahu, yəni məs edin feili əmr formasıdır və onun məfulu, yəni təsirlik halında olan tərkibi erculakum, ayaqlarınızı formasında gəlib. Yəni məs edin ayaqlarınızı. Lakin burada məful bi ön qoşması ilə gəlməyib, çünki erculakum sözündən sonra ayaqların haraya qədər məs olunacağı artıq açıq şəkildə göstərilib. İləl kə'beyn, iki topuğa qədər. Burada ayaqlarınızı sözü məs edin feilinin birbaşa məfullu olduğuna görə və önündə bi ön qoşması olmadığına görə erculakum formasında işlənib, bi erculakum kimi yox. Beləliklə, erculakum ilal kə'beyn ifadəsi şəffaf şəkildə vamsahu feilinin məfulu olur və məna açıq şəkildə belədir. Məs edin ayaqlarınızı iki topuğa, iki oynağa qədər. İstənilən tərcümə proqramında sözü gedən ayənin ərəbcədən istənilən dilə tərcüməsində cümlənin məhz bu şəkildə tərcümə edildiyinin şahidi ola bilərik. Erculakum ilal kə'beyn, yəni ayaqlarınızı topuğa qədər ifadəsini məs edin feilinin deyil, cümlənin başlarında gələn yuyun feilinin təsirlik halında olan tərkibi saymaq tamamilə əsassızdır. Ayənin şəffaf tərcüməsi belədir. Ey iman gətirənlər, namaza durduğunuz zaman yuyun üzünüzü və əllərinizi dirsəklərinizə qədər, məs edin başınızı və ayaqlarınızı hər iki topuğa qədər. Hər halda, olduqca şəffaf bir ayədə Allah buyurur, yuyun üzünüzü və əllərinizi dirsəyə qədər, məs edin başınızı və ayaqlarınızı topuğa qədər. Bu, Allahın Quranda olan hökmüdür. Bununla bərabər bir sıra Əhl-i Sünnə mənbələrində hədis olaraq Allah Rəsulundan necə dəstəmaz aldığı izah edilir. Həmin o hədislərdə üzü yumaq, əlləri, qolları yumaq, başa məs çəkmək, qulağa məs çəkmək, boyuna məs çəkmək, yəni yaş əllə silmək və ayaqları yumaq buyurulur. Mən heç də bu hədislərin əsassız olduğunu iddia etmirəm. Və çox ehtimal ki, həqiqətən də sözü gedən ayə nazil olmadan əvvəl müsəlmanlar bu şəkildə dəstəmaz almışlar. Bu hədislərdən göründüyü kimi, həqiqətən də Allah Rəsulu səhabələrlə birlikdə namaza getdikdə, namaza durduqda əvvəlcə yuyunurlar,
dəstəmaz, vudu ərəb dilində elə yuyunmaq, əl-üz yumaq deməkdir. Yuyunub təmiz bir halda Allah qarşısında dayanıb ibadət edirlər. Amma sonra Maidə surəsinin həmin bu 6-cı ayəsi nazil olur və Allah Taala necə dəstəmaz almağın qaydasını buyurur. Bir çox hökmlər var idi ki, Allah Rəsulu ondan qabaq fərqli bir şəkildə yerinə yetirirdi. Məsələn, Mədinəyə köçdükdə orada Yahudilər hansı istiqamətdə namaz qılırdılarsa, Allah Rəsulu da onlarla birlikdə Beytül-Müqəddəsə üzünü tutub ibadət edirdi. Amma ayə nazil olduqdan sonra Allah Rəsulu üzünü döndərir və Məscid-ül Harama doğru namaz qılır. Belə ayələrdən biri də dəstəmaz ayəsidir. Bundan əvvəl də müsəlmanlar yuyunurdular və ola bilsin ki, boyunlarını da yuyurdular, məhs edirdilər, qulaqlarını da təmiz olsunlar deyə, Allah qarşısında dayansınlar deyə. Ola bilsin ki, elə Yahudilər kimi, Yahudi Tövratda ibadətdən əvvəl dəstəmaz almaq, yuyunmaq ayəsində Tövratda ayaqları yumaq hökmü də var. Və belə məlum olur ki, həmin dövrdə Mədinə Yahudiləri də dəstəmaz alarkən ayaqlarını yuyurdular. Müsəlmanlar da ola bilsin ki, ayaqlarını yuyurdular. Amma bu hökm nazil olduqdan sonra şahidi oluruq ki, Allah Taala orada nə boyuna məs çəkməyi, nə qulağa məs çəkməyi, nə ayağı yumağı buyurmur. Çox şəffaf şəkildə üzü, əlləri dirsəyə qədər yumağı, başa və ayaqlara da məs çəkməyi buyurur. Və bundan sonra da heç şübhəsiz ki, daha əvvəlcədən praktikada həyata keçirilən qaydalar deyil, Allahın ayəsi əsas götürülməlidir. Ən əsas məqam isə budur. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, Allah Rəsulu buyurub ki, məndən gəlib sizə çatan sözü Quranla tutuşturun. Əgər uyğun gələrsə, onu götürün, əgər uyğun gəlməzsə, onu rədd edin. Və əgər biz Allah Rəsulundan dəstəmaz almaqla bağlı bu hədisləri əlimizdə olan şəffaf ayə ilə tutuşdursaq, nəyin şahidi oluruq? Həmin hədislər Allah Taalanın ayəsi ilə uyğun gəlir, yoxsa uyğun gəlmir? Ayədə dəstəmaz bir şəkildə təsvir olunub, Əhl-i Sünnədən gələn hədislərdə tamamilə başqa bir şəkildə. Biz bunları tutuşdursaq, hansı birini rəhbər tutmalıyıq? Hansı birinə əməl etməliyik? Əziz mömin qardaş və bacılar, məsələ bundadır. Əgər biz belə fikirləşsək ki, Allah Rəsulu müəyyən bir şeyləri də edib, Qurandakından kənar, Quranda deyilməyən kimi biz dərindən yanılmış olarıq. Allah Rəsulu Quran ayələrində də buyurulduğu kimi, Quran ayələri hökmləri əsasında hökm verib. Quran ayələri əsasında davranıb. Quranda olmayan hökmlərlə bağlı əlbəttə ola bilsin ki, öz dövrünün şəraitinə görə lazımi addımlar atıb. Amma Quranda ilahi hökm olduğu bir halda ondan fərqli davranmaq Allah Rəsuluna yaraşmaz. Heç zaman Allah Rəsulu Quranda olduğu kimi deyil, başqa bir şəkildə heç bir şey etməz, o cümlədən dəstəmaz almaz. Əgər Allah Quranda buyurursa, bu şəkildə dəstəmaz al, deməli heç şübhəsiz ki, Allah Rəsulu da məhz birə-bir Quranda buyurulduğu şəkildə dəstəmaz alıb. Və həmin ayələri açıqlayan Əhl-i Beyt imamları da təkidlə məhz Quranda buyurulduğu kimi dəstəmaz almağı vacib bilmişlər. Niyə? Çünki bu Allahın hökmüdür. Allahın hökmü olduğu yerdə başqa heç bir şəxs, o cümlədən Allah Rəsulu da fərqli davrana bilməz. Son olaraq bunu deyək. Əziz mömin qardaşlar, bacılar, Allah Quranda necə dəstəmaz almağı çox açıq, şəffaf şəkildə buyurur. Dəstəmaz alarkən baxaq görək biz dəstəmazı Allah buyurduğu kimi alırıq, yoxsa rəvayətlərdə, hədislərdə gəlmiş başqa bir şəkildə alırıq. Ən azından onları bir-biri ilə tutuşturaq və özümüzə sual verək. Mən dəstəmazı Qurandakı kimi alıram, yoxsa Qurandan fərqli şəkildə? Belə olduqda məsələ
tam şəkildə insanın özünə, fərdin özünə, imanlı şəxsin özünə, Allahın kitabına iman gətirmiş şəxsin özünə aydın olacaq. Allah qılınan bütün namazları, Allah bütün ibadətləri qəbul eləsin və Allah bizi hidayət eləsin ki, hər bir hökmü Allahın buyurduğu şəkildə yerinə yetirə bilək.